Tuz mən də itələyəcəm, mənim üçün problem yoxdur. Qırmızı ağac görmüsünüz. Yarpaqlarına baxın. İndi bilmirəm, qırmızıdır nədir bu. Mənim üçün problem yoxdur, şükür Allah. Müalicəm zadım da qutardı. Bir dənə problemim o qalıb ki, öz haqlarımı bərpa edeyim. Ondan sonra da yenə deyirəm, sizinki sizdə, mənimki məndə. Haqqım bərpa olunmayana kimi də demişəm, and olsun Allaha, İlhamın ağzına itələyəcəm. İlhamın ağzından çıxardacam. Mehribanın kənd həyatı. Mehribanın xirtdəyini itələyəcəm. Mehribanın xirtdəyindən çıxardıb Leylanın xirtdəyini itələyəcəm. Leylanın xirtdəyindən çıxardıb Arzunun, ondan sonra Anar Ələkbərovun anasının, bəylərin arvadının, Əlin Ağayevin qızlarının, gəlinlərinin itələ ki, itələ ha. Şaqqa-şaq itələyəcəm. O, buna bax, heykəllərə bax. Aydındır. Heykəllərə bax, ha. Heykəllərə baxın, bax. Görürsünüz, interesant heykəllərdir. Şaqqa-şaraq itələyəcəm ha. Of, hələ bir proqram yükləmişəm. Səhv almışam. Deməli, Haygeyndin nə idi? Proqram aylığı 30 dollara. Aldım 30 lira bilmədim. Maraqlı proqramlar gələcək, mırt videolar. Xalq, bilirsiniz, Azərbaycan xalqı kədəri ilə barışıb, şoya baxırlar. Şoya baxırlar, ona görə də mən bu şeyi tutmuşam. Şov verəcəm, Azərbaycan xalqına şov verəcəm. O şovun da baş rolunda Oğraş İlhamla Qəhbə Mehriban gedəcək. Arvadı Cırıq Bəylər Əyyubov gedəcək. Arvadı Cırıq Əlin Ağayev, Kamran Əliyev, Zakir Qarolov, Rüstəm Yusubov, anası Valik olan Cavid Qurbanov. Yenə deyirəm ha, mənim haqqım çatır bunları söyməyə. Söyüş yaxşı şey deyil. Xəbərdarlığımı elədim, getdim. Alabalına yayıldı, eşat satıldı, eşat qorxdu. Geri zəkalılar. Məni belə oyuna gətirə bilməzsiniz, eşat satıldı. Eşat qorxdu. Yenə deyirəm, qorxdum kimənə. Satıldım kimənə, birincisi. İkincisi də Qəhbənin balaları. Mən dövləti şantaj eləmirəm, bunu bütün Azərbaycan bilir. Mənim bir dənə ideyam, bir dənə fikrim var. Bu həyatı bir dəfə yaşayıram mən. Mən haqqımı bir Qəhbə yap hakimiyyətinə və İlhama atam, Qəhbə Mehribana anam deyənlərə yedizdirmərəm. Anar Ələkbərov, keçirəm sənə. Bəylər Əyyubov aftafa daşıyır, maşının qabağında dovşan kimi qaçır. 400 minə yaxın adam baxıb. İlk mən paylaşmışam onu. Sonra indi Əminəni qarşılayır, zontik tutur. Bir nə mənim şeyimin başını tutsam Bəylər Əyyubov, əli olar. Bəylər Əyyubov, gəl dizləri və at belə. Hindistanda o var ha belə. Gəlirlər belə şeyini əl vururlar, belə sitayiş elirlər. Bəylər Əyyubov, gəl siyib qutarmısan. Gəl bir dənə şeyimdən belə sallan belə. Ya da öp alnımın üstünə qoy, sənin adını çəkməyim. Bəylər Əyyubov. Hə? Generalıymış hə bu. Sənin pagonları va soxum, aftafa daşıya. Gey Heydərə bilət, oğlan daşıya. İlhamın qapısını açıb bağlaya. Əminənin qarşısında dombala. Soxum elə yaşayışı. Ölüb gedəcəksən də gicdillah. Qulaqlarımın dibindən halva isi gəlir. Siyib qutarmısan da, amma tarixdə Qəhbə kimi qalacaqsan Bəylər Əyyubov. O tarixi də bizlər yazırıq. Aydındır? Yox, maraqlı sonsa Bəylər Əyyubov. Heç bir sıxıntı yoxdur, qadı oyalım. 7-24 itələyəcəm. Mağara Media efirdədir artıq. Özdə bilirsiniz nə? Baxıram, Gəncədə kimisə öldürdülər. Nə Mingəçevirdə kimisə öldürdülər. Allah hamını öldürəcəklər, Hamını öldürəcəklər. Mən bunu dəfələrlə demişdim. Daha mən çağırış eləyim, onu öldürdülər, bunu qayırdılar. Hamımızı öldürüb qayıracaqlar. Hətta Avropaya qədər gəlib bizləri də öldürmək istəyirlər da, bilirsiniz. Konkret olaraq, yəni bu hakimiyyət bir terror hakimiyyətidir, bir Qəhbə hakimiyyətdir. Bunlar deyir ki, siz danışmayın, siz sitayiş eləyin, biz sizin evinizi alaq, torpaqlarınızı alaq, uşaqlarınızı şəhid eləyək, qazi eləyək, siz amin deyin. İlham Əliyev də Cahangirin qızından peydahladığı Əminəni Bəylər Əyyubov qarşılasın ki, Avropa çempionu elədi.